bu beyin daha yaxşı inkişaf eləsin deyə, daha çox şaxəli düşünə bilsin deyə, ASTV demişkən çox şaxəli düşünə bilsin deyə müxtəlif mühitlərdə bu topografdır da, elə bil ki beynin topografdır. Mühiti gördükcə, yəni sən daha yeni mühitlərə, niyə görə ağıllı adamlar daha çox gəzir? İndi mən balıqdan, ovdan çox bu gəzmək xarakterlidir. Beynin ayrı-ayrı seksiyaları, yeni məlumat görürsən, beynin ayrı-ayrı seksiyaları işə düşmüş olur. Yəni, sən balıq ovuna gedib, gəzintiyə gedib, gələrsən, buğalterski uçotu daha yaxşı, daha effektiv aparmış olarsan. Yəni, xülasə bu qədər. Beyində 86 milyard neyron varsa, bir dənə neyronu anlamaqdan, dərk eləməkdən ötürü 1000 neyron cəlb olunur. 1 milyon neyron topası cəlb olunsa, fiziki olaraq, texniki olaraq beyin özün emal edib dərk eləyə bilməz informasiyanı və buradan çox qəribə bir nüans doğur. Biz beynimizi tam başa düşə bilmədiyimiz üçün, emal eləyə bilmədiyimiz üçün informasiyanı beynimiz bizi kontrol eləyir və sən məsələn istəyirsən ki, gedəsən, ova gedəsən, nə bilim, iş görəsən, disertasiya yazasan, beyin isə deyir ki, xeyr, bayramın şəkər burasından, paklavasından yi, biraz da uzan divana. Yəni, beyin səni aldadır və burada çox mürəkkəbliklər, xırdalıqlar, elə şeylərə əl atır ki, sən yəni görə bilərsən ki, alabəs, mən filan şey planlamışdım, filan şey eləyəcəkdim, indi məsəl üçün oturub yiyib içirəm, məsəl üçün və yaxud da ki, bütün günü yatmışam. O elə predloqlar, bəhanələr çıxardır ki, çünki beyin özü yağdan ibarətdir, beyin tənbəlliyə, rahatçılığa meyilli bir orqandır. Bu qədər.